Bismillahirrahmanirrahim. Nə üçün iblis Adəm əleyhissalama səcdə etməkdən boyun qaçırdı? Məlum olduğu kimi şeytan sözü əslində ümumi isim olub. Birinci şeytandan, iblisdən tutmuş, bütün şeytanlara şamil olur. İblis isə xüsusi isim olub. Vəsvəsə edərək Adəm əleyhissalamın cənnətdən çıxmasına səbəb olmuş şeytanın adıdır. Quran ayələrindən açıq şəkildə məlum olur ki, o mələklərin sırasında olsa da onlardan deyil, maddi varlıq sayılan cinlərdən olmuşdur. Kəhf surəsinin 50-ci ayəsində belə deyilir. Cinlərdən olan iblisdən başqa hamısı, bütün mələklər səcdə etdi. Şeytan təkəbbürlü güzündən Adəm əleyhissalama səcdə etməkdən boyun qaçırdı. O, özünün Adəm əleyhissalamdan üstün olduğunu düşünürdü. Elə fikirləşirdi ki, ona Həzrəti Adəmə səcdə etmək əmri verilməməli. Əksinə, Adəm əleyhissalam ona səcdə etməli idi. Bu barədə Əraf surəsinin 12-ci ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik. Şeytanın küfr etməsinin səbəbi Allahın hikmətli əmrinin yanlış olduğunu düşünməsi oldu. O təkcə əməldə deyil, eyni zamanda etiqadında da Allaha asi çıxdı. Beləliklə də onun özündən razılığı bir ömürlük iman və ibadətini puç, özünü isə əbədi cəhənnəmlik etdi. Təkəbbürün bu kimi nəticələri həddən artıq çoxdur. Əmrə tabe olmadığı, təkəbbür etdiyi üçün kafirlərdən oldu cümləsindən belə başa düşülür ki, o daha öncə də öz hesabını mələklərdən ayıraraq Allahın itaətindən boyun qaçırmağı və təkəbbürlük edəcəyini planlaşdırmışdır. Öz-özlüyündə belə qərara gəlmişdir ki, əgər ona Adəm əleyhissalama səcdə etmək əmri verilsə, tabe olmayacaq. Bəlkə də əvvəlki ayədəki "Ma kuntum təktumun", sizin gizlində etdiklərinizi bilirəm cümləsi bu mənaya işarə edir. Təfsili Qummi kitabında İmam Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə də məhz bu mənaya işarə edilmişdir. Biharul Ənvar, cild 11, səhifə 106. Səcdə Allah üçün idi, yoxsa Adəm əleyhissalam üçün? Heç bir şübhə yoxdur ki, pərəstiş və ibadət anlamındakı səcdə yalnız Allaha məxsusdur. Çünki dünyada ondan başqa tanrı yoxdur. İbadətdə tövhidin mənası da məhz o deməkdir ki, Allahdan başqasına ibadət edilməsin. Deməli, sözü gedən ayədə mələklərin Adəmə əleyhissalam səcdə etməsi məsələsindən məlum olur ki, onlar əslində belə bir dəyərli varlıq yaratdığı üçün Allaha səcdə etmişlər. Ya da Adəmin əleyhissalam özünə səcdə etmişlər. Lakin bu səcdə ibadət xarakteri deyil, təzim xarakteri daşımışdır. Uyuni Əxbari Rıza kitabında İmam Rızadan əleyhissalam nəql edilmiş bir hədisdə belə deyilir. Mələklərin Adəmə səcdəsi bir tərəfdən Allaha səcdə, digər tərəfdən isə onun özünə ehtiram olmuşdur. Çünki biz onun belindəydik. Uyuni Əxbari Rıza, cild 1, səhifə 263. Adəmin əleyhissalam məskunlaşdığı cənnət hansı cənnət olmuşdur? Bu suala cavab olaraq qeyd etməliyik ki, bəzi təfsirçilər haqqında danışılan cənnətin əməli salih insanlara vəd edilmiş cənnət olduğunu bildirsələr də, ancaq ayənin zahirindən bu məkanın dünyanın gözəl bağlarından biri olduğu başa düşülür. Çünki əvvəla, əməli salih insanlara vəd edilmiş cənnət əbədi bir nemətdir. Onun əbədi olmasına Quranın bir çox ayələrində toxunulmuşdur. Oradan çıxmaq və ya çıxarılmaq mümkün deyil. İkincisi, imansız və günahkar iblisə o cənnətdə yer yoxdur. Orada nə şeytani vəsvəsələr var, nə də Allaha itaətsizlik. Üçüncüsü, məsum imamlardan nəql edilmiş hədislərdə də bu məsələ açıq şəkildə qeyd olunmuşdur. Hədis ravilərindən biri deyir, İmam Sadiq əleyhissalamdan Həzrəti Adəmin məskunlaşdığı cənnət haqqında soruşdum. O həzrət buyurdu. O, dünya bağlarından biri olmuşdur. Oraya bu dünyanın günəşi, ayı saçmışdır. Əgər axirət cənnəti olsaydı, Adəm heç vaxt oradan çıxarılmazdı. Buradan belə məlum olur ki, deməli Adəm əleyhissalamın yerə enməsi dedikdə, məkan baxımından deyil, məqam baxımından enməsi nəzərdə tutulmuşdur. Belə bir ehtimal da verilmişdir ki, sözü gedən cənnət göydəki planetlərdən birində olmuşdur. Lakin o da əbədi deyildi. Bəzi hədislərdə də həmin cənnətin göydə olduğuna rast gəlirik. Lakin həmin hədislərdəki səma sözünün yuxarı məkan yox, yuxarı məqam mənasında nəzərdə tutulması da istisna edilmir. İstənilən halda bir çox sübutlar göstərir ki, haqqında danışdığımız cənnət axirət cənnəti olmamışdır. Çünki axirət cənnəti insanın təkamül yolunun son həddidir. Halbuki Adəm əleyhissalamın məskunlaşdığı cənnət hələ yolun başlanğıcı olmuşdur. Axirət cənnəti insanın əməllərinin nəticəsi, Adəm əleyhissalamın məskunlaşdığı cənnət isə insanın əməllərinin müqəddiməsi olmuşdur. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.